Salam, hörmətli izləyicilər. Növbəti görüşümüzə gəlmişik və bugün sizinlə psixik hadisələr haqqında danışacağıq. Bizim bu söhbətlərimiz elmi psixologiyada, insan psixikası haqqında toplanmış faktlarla bağlıdır. O məlumatları sizə çatdırmaq istəyimizdən irəli gəlir. Sağ olsunlar, proseslərin gedişi göstərir ki, bizim söhbətlərimizə qulaq asanlar var, izləyənlər var, dinləmək istəyənlər və öyrənmək istəyənlər var. Eyni zamanda bizə iradılar bildirirlər ki, çox elmi dildə danışırıq, daha sadə dildə izah eləməyimiz daha yaxşıdır. Əlbəttə ki, bu daha yaxşı olardı, amma nəzərə alaq ki, Azərbaycanın müxtəlif bölgələri var, bu bölgələrin hər birinin özünə məxsus ləhcəsi var. Əgər mən öz doğma ləhcəmdə danışmalı olsam, məni qaxılardan başqa kimsə başa düşməz. Başqa ləhcədə danışmaq da bir qədər çətin məsələdir. Ümumiyyətlə, sadə dildə danışmaq, çalışaram sadə dildə danışam, tək ki siz maraqlanın, tək ki siz öyrənin və bizim bu söhbətlərimizin hər biri sizi maarifləndirmək üçündür. Nəyə görə bu qədər vaxt ayırırıq, niyə bu qədər bu məsələlərlə maraqlanırıq? Çünki bu ümumilikdə psixoloji mədəniyyətin artmasıdır, bütövlükdə cəmiyyətdə qarşılıqlı münasibətlərin yaxşılaşmasına xidmət eləyir. Yəni, insan özü haqqında, başqaları haqqında bir məlumatlar alanda onlarla münasibətlərini daha yaxşı tənzimləyə bilir. Bugünkü mövzumuz da məhz bu məsələ ilə bağlıdır. Yəni, bugün bizim söhbətimiz psixik hadisələr haqqındadır. O problemlərlə bağlıdır ki, bu bizim fərdiyyətimizin əsasını, mənşəyini, genetikasını təşkil edir. Psixologiyada mən əvvəlki verilişlərimdə, çəkilişlərimizdə qeyd elədim. Ümumiyyətlə, psixologiyada psixik hadisələr öyrənilir, psixik hadisələrin faktları öyrənilir. Bu hadisələr 3 qrupa bölünür. Birinci qrupda psixik proseslər təmsil olunur, ikinci qrupda isə psixik halətlər, keçən dəfəki mövzumuz məhz bununla bağlıdır. Bugün isə biz psixik hadisələr haqqında danışırıq. Yəni, psixik hadisələr psixologiyada öyrənilən çox mühüm, vacib hadisələr qrupundandır. Nədir psixik hadisələr? Psixik hadisə insanın genetik mənşəyindən deməli, ötürülmüş, hər bir kəsin fərdi genində toplanmış, sabit, dəyişməz, özünə məxsus xüsusiyyətlərdir. Bu xüsusiyyətlər 3 qrupa bölünür. Birinci qrupda temperament tipi durur. İkinci, yəni mən bunu şərti olaraq birinci, ikinci sayıram. Hər birisi özünə məxsusdur, hər birinin xüsusi yeri var. İkincisi xarakterdir və üçüncüsü qabiliyyətlərdir. Doğrudur, insanın sosial inkişaf şəraitindən asılı olaraq, yəni onun yaşadığı mədəni mühitdən, ailənin mədəni səviyyəsindən, təhsil səviyyəsindən, uşağa ayrılan diqqətdən, onun üçün yaradılan imkanlardan asılı olaraq müəyyən qədər dəyişmələr baş verə bilər, inkişaf eləyə bilər. Amma bu bütövlükdə genetikada olanların dəyişməsi demək deyil. Bunlar yalnız, tutaq ki, xarakterdə olan zərərli keyfiyyətlər belə mühitdə qarşısı alınır və onun inkişafına imkan verilmir. Amma xarakterdə olan müsbət keyfiyyətlər inkişaf elətdirilir. Eyni zamanda insanın qabiliyyətlərində olan ən unikal, ən gözəl imkanlar üzə çıxarılır, aşkar olunur və inkişaf elətdirilir. Və bu baxımdan bəli, təlim-tərbiyə mühitinin insan fərdiyyətinin inkişafına çox mühüm təsiri var. Amma bütövlükdə bu genetik quruluşu dəyişmək hələlik mümkünsüz görünür və mümkün deyildir. Nədir bunlar, nələrdən ibarətdir, bizim psixoloji quruluşumuzda bunlar necə təmsil olunur? Mən əvvəlcədən bunları qeyd edeyim ki, bizim insanlar arasındakı qarşılıqlı münasibətlərimizin pozulmasının, çətinləşməsinin əsas səbəblərindən biri də qarşılıqlı anlamadakı çətinliklərdir. Biz, yəni əhatəmizdə olan insanlarla ailədən başlayaq, valideynlərimiz, bacı qardaşlarımız,
yaxın qohumlarımız, dostlarımız, sinif yoldaşlarımız, yəni bu insanlar müxtəlif problemlər yaşayır, ünsiyyət çətinliklərinə üzləşirik. Və bunun başlıca səbəblərindən birisi də bizim onları düzgün qavraya bilməməyimizdir. Və bu qavraya bilməməyimizin birinci əsasında duran da elə o insanların fərdi xüsusiyyətləri. Baxın, temperament tipindən danışaq. Temperament tipi nədir? Temperament tipi insanın sinir sisteminin quruluşunu səciyyələndirən, onun davranışının dinamikasının tempini ifadə edən fərdi psixoloji xasiyyət. Temperament tipi haqqında biz bugün yalnız sinir sistemi haqqındakı nəzəriyyələr əsaslanırıq, psixoloji nəzəriyyələr əsaslanır. Amma biz psixologiya tarixinə, fəlsəfə tarixinə nəzər salsaq, elə əslində tipp tarixində də bu məsələlər var. Çünki temperament insanın məhz somatik quruluşu ilə bağlı olduğuna görə bu problem bir çox elmlər tərəfindən öyrənilir. Bu nəsə problem yaranır. Yox, gedirsiz danışın. Bu problemlər bir çox elmlər tərəfindən öyrənilir, xüsusilə psixofiziologiya tərəfindən öyrənilir. Bu mənada biz bugün danışanda daha çox son illərin nəzəriyyələrinə əsaslanır. Amma əslində tarixdə temperament haqqında ilk irəli sürülən nəzəriyyə humoral nəzəriyyə olubdur. Hələ qədim dövrlərdə Şərqdə, sonra Yunan məktəbində bununla bağlı müxtəlif fikirlər irəli sürülür. Məsələn, Şərqdə Əl-Məvərdi, Əl-Əzrək, Rabi və başqaları belə bir düşüncədə idilər ki, insanın mənəviyyatı, o ki, xarakterdə, mənəviyyatda öz əksini tapır, insanın mənəviyyatı insanın müxtəlif orqanlarında yerləşir. Məsələn, ürəkdə, böyrəkdə, ağciyərdə, qaraciyərdə, eyni zamanda insanın bədənində olan mayelərin nisbəti onun temperament hərəkətinə, xarakterinə təsir göstərir. Bu mənbələr Platon tərəfindən öyrənildi və ümumiləşdirildi. Daha sonralar Hipokrat tərəfindən, Hipokrat tərəfindən ümumiləşdirildi. Hipokrat belə bir humoral nəzəriyyə irəli sürdü ki, bədəndəki deməli qan, öd, deməli qara öd, eyni zamanda safra insanın xarakterinə mühüm şəkildə təsir göstərir. Sonralar bunun ardınca başqa bir nəzəriyyələr yarandı. Konstitusional nəzəriyyə deyirik biz buna. Tibb sahəsinin nümayəndələri Krishmi tərəfindən, Sheldon tərəfindən 19-cu əsrin sonlarında belə bir fikir irəli sürüldü ki, deməli, insanın bədən quruluşu onun temperament tipi ilə eyniyyət təşkil edir. Və onlar insan bədənini müxtəlif bəstə boyluğuna görə, arıqlığına, köklüyünə, bədən quruluşunun yəni qeyri-plastikliyinə, xoş görünməyən quruluşda olmasına görə bədən quruluşunu mən mümkün qədər sizə yəni izah edib adi dildə danışmağa çalışıram. Əlbəttə ki, bunların hər birisinin elmdə özünə məxsus adları var və bu quruluşa görə onlar insanların xarakter tiplərini, temperament tiplərini səciyyələndirdilər. Bu əsasda temperament haqqında yeni bir nəzəriyyə meydana gəldi. Buna biz konstitusional nəzəriyyə deyirik. Və bəzən bizim ev dilimizdə də belə bir deyimlər var. Yəni, suyun alaxanı, adamın yeri baxanı, uzunun ağlı topuğunda, dabanında olar, topuğunda biz deyirik də belə. Sonra başqa bu cürə oxşatmalar var ki, insanın bədən quruluşuna görə biz onların psixoloji xüsusiyyətlərini eyni zamanda temperament tipini də səciyyələndirir və eyni zamanda xarakterə dairdir məsələlər. Və daha sonralar isə yeni bir nəzəriyyə meydana gəldi, psixofizioloji nəzəriyyə və bunun banisi İvan Pavlov oldu. İvan Pavlov elmdə ilk dəfə olaraq insanın temperament tipini onun sinir sisteminin quruluşu ilə əlaqələndirdi. Pavlovla eyni zamanda şəxsiyyət nəzəriyyələrində biz Ayzenkində bu qruplaşmalarını görürük. Ayzenk tərəfindən də temperament tipi, sonralar
qruplaşdırılıb, amma əsasən onun əsasında Pavlov nəzəriyyəsi durur ki, o insanın temperament tipini 4 tipə ümumiləşdirdi. Özünə qədər olan, özünə qədər məsələn Immanuel Kant da fikir söyləmişdi, başqaları tərəfindən də bu tipləşdirmələr. İlk dəfə Immanuel Kant bu adları bu cürə çəkir, yəni xolerik tip, sanguinik tip, flegmatik və melanxolik tip. Daha sonra Pavlov bunu da sistemləşdirir və 4 sinir tipinə bölür. Yəni xolerik tip, coşqun tip, amma davamsız tip, sanguinik tip, coşqun, davamlı tip, sonra flegmatik tip, astagəl tip, amma melanxolik tip isə zəif tip kimi səciyyələndirildi. Bugün də psixoloji nəzəriyyələrdə bax bu cürə tipləşdirmələr aparılır. Yəni bu sahədə uzun illər çox saylı insanlar tədqiqatlar aparıblar və psixologiya dərsliklərində, akademik təhsildə də temperament tipləri bu cürə tipləşdirilir. Əslində isə temperament tiplərinin 20-dən 24-dən çox tipləşdirmələri var sinir sisteminin quruluşuna görə, amma təbii ki bu məişət üçün, cəmiyyət üçün, yəni bizim qarşılıqlı münasibətlərimiz üçün daha konkret anlaşılması üçün əsasən bax bu 4 temperament tiplərinin adları çəkilir. Temperament tipləri bizə nə deyir? Yəni bu bizim həyatımızda hansı rol oynayır? Əlbəttə, temperament tipi ilə xarakter arasında da əlaqələr var. Bunu danmaq olmaz. Amma temperament tipi davranışın intensivliyini, davranışın tempini səciyyələndirirsə, xarakter əlamətləri insanın daxili quruluşunun, mənəviyyatının və davranışının keyfiyyətini səciyyələndirir. Yəni, biz xarakter haqqında bir sonra danışasıyıq, amma söhbət hələlik temperamentdən gedirsə, bir sıra məsələlər aydınlaşdırmalıyıq. Xüsusilə ailədə, təhsil sistemində temperament tipini bilmədiklərinə görə istər valideynlər, istər müəllimlər də uşaqlarla düzgün davrana bilmirlər. Məsələn, ailədə uşaqların biri hansısa nəsildən özündə əks eləmiş xolerik tipə malikdirsə, digəri flegmatik ola bilər. Biz bəzən danışanda öz aramızda 7 nəsil anlayışlarını işlədirik. 7 nəsil, 7 arxa dönən anlayış işlədirik. 7 arxa dönən o deməkdir ki, biz bizdən əvvəlki yaşamış 7 ulu nənə və babalarımızın genetikasını, karmasını özümüzdə daşıyırıq. O cümlədən də sinir sisteminin quruluşuna aid olanları. Bütün bunlar bizim davranışımızın tempini yaradır və ailədə də uşaqlar arasında, övladlar arasında, məktəb, uşaq bağçasında da, təhsil mühitində də bu fərqlər özünü göstərir. Xoleriklər, sanguiniklər ayıqdılar, oyaqdılar, coşqundular, tez qərar verəndilər, bir fəaliyyətdən digərinə tez keçirlər, tez alışırlar, öz işlərini cəld yerinə yetirirlər, mühit asan dəyişirlər, dostu, paltarı, fəaliyyət sahələrini, əmək sahələrindən sonra asan dəyişə bilirlər. Düzdür, burada sanguiniklərlə xoleriklər arasında müəyyən fərq var. Məsələn, xoleriklər çox impulsivdirlər və çox tez yorulurlar. Xoleriklər bir məsələni o qədər də dərinliyinə getməyi xoşlamazlar, amma bir anda, eyni vaxtda bir neçə fəaliyyətlə məşğul ola bilərlər. Yeni ideyalar, elə bir ideyalar generatorlardır, amma çox zaman onların axırına çıxa bilməzlər. Onlara nisbətən sanguiniklər daha davamlıdırlar, amma söhbət flegmatiklərdən və melanxoliklərdən gedirsə, bunlar zəif, astagəl və zəif tipləri təşkil edirlər. Bu insanlar, məsələn, flegmatiklər yüzü ölçüb bir biçərlər, bir məsələni prosesə başlamazdan əvvəl onu dəfələrlə planlaşdırarlar, onun strategiyasını qurarlar, mərhələlərini düşünərlər. Yəni, burada nələrdən istifadə olunacaq, hansı fəaliyyətlər həyata keçiriləcək, burada mənim xeyrim nə olacaq, zərərim nə olacaq, çox düşünərlər. Yəni, birdən-birə heç vaxtı nə bir işə plan qurmazlar, nə də bir işə başlamazlar.
Və bu mənada siyasətçilər, tədqiqatçılar, nə bilim, bu düşüncə tələb edən, səbir, dözüm tələb edən fəaliyyət sahələrində çalışan insanlarda bu xarakter, bu temperament tipinin olması çox gözəldir. Melanxoliklər isə xoleriklər, flegmatiklərdən fərqlənirlər. Onlar da asta gəldilər, amma onlar zəif tipdilər. Melanxoliklər haqqında hətta psixologiyada belə bir anlayış yarandı, melanxoliyalı davranış anlayışı. Depressiyada olan insanlar üçün, istər sosial depressiya olsun, istər də ümumiyyətlə psixiatrik depressiyalar, yəni psixoloji pozuntular sırasına daxil olan depressiyalar üçün biz melanxoliyalı davranış anlayışını çəkirik, onunla eyniləşdiririk. Bu mənada bu insanlar çox az danışan, az reaksiya verən, astagəl, apatiyalı, inersiyalı, əksəriyyətlə belə insanlar olurlar. Onlar fikirlərini heç kimə deməzlər, çox qapalı şəkildə öz içərisində, daxilində bunları götür-qoy eləyərlər. Məsələn, günlərlə danışdırmasa, sual verməsə, bir söz özlərinə danışmazlar. Amma zəif tipdirlər. Məsələn, onların ətrafında hadisələr baş verər, onlar buna heç bir reaksiya verməzlər. Bizə elə gələr ki, bunlar ümumiyyətlə biganədirlər, laqeyddirlər, heç bir şey bunlara təsir eləmir. Amma əslində onlar çox həssasdırlar və ətrafda baş verən hadisələrin əksəriyyətini özləri ilə əlaqələndirəcəklər, özləri ilə müəyyən qədər günahlandıracaqlar ki, mən nə isə eləsəydim, bəlkə bu baş verməzdi. Əlbəttə, burada bir şərtilik də var. Heç də bütün melanxolik insanlar bu cürə deyirlər. Amma əksər melanxolik insanlara bu cürə hadisələr xarakterikdir. Dünyada, dünya siyasətində melanxoliyalı insanlar çox olublar. Məsələn, Churchill haqqında deyilir ki, Churchill melanxolik olub. Mənbələri belə göstərdi, amma belə onun haqqında çəkilən filmlərə baxanda, onun siyasi fəaliyyətini, siyasi fəallığına tanış olanda görürsən ki, o qədər də oxşar. O bilsin flegmatik tiplə qarşı olub, o bilsin müəyyən qədər sanguinik tiplə qarşı olub, amma hər halda belə deyildir. Amma dünyada şöhrət qazanmış çox saylı melanxolik tipli insanlar var. Yəni, sinir sisteminin tipləri əslində insanın qabiliyyətlərini, intellektini səciyyələndirmir. İnsanın dediyim kimi temperament tipi insanın hərəkətlərinin tempini, dinamikasını, cəldiyini, astagəlliyini səciyyələndirir və burada biz heç də elə düşünməli deyilik ki, cəld insanlar daha keyfiyyətlidirlər, astagəl insanlar daha keyfiyyətsizdirlər. Təlim prosesində bunların nəzərə alınması nəyə görə lazımdır? Biz öz təcrübələrimizdə görmüşük ki, məktəbdə işləyən, hətta sinif müəllimləri belə, hansı ki, qarşısında 4 il ərzində şagird oturur, biz onlara temperament tipi nədir sualını versək bugün, əksəriyyəti bu suala cavab verə bilməyəcək. Amma baxın, nə baş verir? Müəllim şagirdlərə sual verir və bir-bir onlara istəyir ki, o sual tezcə cavablandırılsın. Xolerik əlini bilməsə də əlini qaldıracaq. Müəllim əli göydə qalacaq. Sanguinik də müəyyən qədər cəld olacaq, reaksiya verəcək. Flegmatikdə fikirləşəcək, düşünəcək, götür-qoy eləyəcək, bir neçə sinif yoldaşı cavab verdikdən sonra çalışacaq, o da bir reaksiya versin. Amma melanxolik belə oturacaq, düşünəcək. Deyimmi, deməyimmi? Deyə bilərəmmi, bilmərəmmi? Hətta bildiklərini belə deməkdə çəkinəcəklər. Yaxşı olar ki, belə hallarda müəllim olaraq desin ki, məsələn, Əhməd, mən bu şagirdlərdən sonra səndən bu sualın cavabını soruşuram. Və yaxud da Əhməd, sən yaxşı olar bunu qeyd elə, durub sonra qeyd elədiklərini bizim üçün oxuyarsan. Belə bir müraciət eləmək olar. Sonra sinifdə, əgər kurikulumlardan dərs keçirilirsə, qruplaşdırmaları aparanda, qruplarda 2 xolerik sanguinik tipli şagird, 2 flegmatik melanxolik şagird qoymaq və yaxud da elə tapşırıqlar ola bilər ki, yazı tapşırıqları ümumiyyətlə o qrupda astagəl tipli şagirdlər, digərində məsələn tez cavab verən, şifahi hazırlamalı olan, şifahi təqdimatlar eləməli olanlara cəld temperament tipinə xas olan şagirdlər qoymaq üçün lazımdır və ümumiyyətlə bir çox məsələlər üçün. Məsələn, bir prosesdə
Sangviniklərin, digərli flegmatiklərin daha üstün cəhətlərə malik olmasını bilməlidir ki, onların o üstün keyfiyyətlərini qiymətləndirsin, dəyərləndirsin və sinifdə onun da uğurlarını təşkil eləsin. Halbuki sinif müəllimləri astagəl olan, danışmaq istəməyən, belə inersiyalı şagirdlər o qədər də çox əhəmiyyət vermək istəmirlər. Nəticədə bir neçə aylar keçir və bu şagirdlərdə müəllimə qarşı da biganəlik yaranır, təlim motivasiyası inkişaf eləmir və onlar məktəbdən və dərsdən soyuya bilirlər. Ona görə də təhsil sistemində xüsusilə şagirdlərin temperament tiplərinə bələd olmaq lazımdır və vacibdir. Əlbəttə, bütün fənn müəllimləri, sinifdəki bütün şagirdlərin bu xüsusiyyətlərini ayrı-ayrı bilmək zorunda deyirlər. Az saylı şagirdlər olan məktəblərdə mümkündür, amma minlərlə şagirdlər olan məktəblərdə əlbəttə bu çətindir. Bu proseslə sinif rəhbərləri məşğul olmalıdırlar. Psixoloqla əlaqəli şəkildə şagirdlərin temperament tiplərini müəyyənləşdirmək mütləq vacibdir və lazımdır. Bunu sinif rəhbərləri özləri də edə bilərlər. Eysenk testi var. Hansı Eysenk'in testi? Burada 80 sual var, 20-20 bölünüb və 4 temperament tipinə aid 20 suallarla bir dəfə sinifə paylayaraq həmin sinifdə şagirdlərin verdiyi cavablara görə ümumiləşdirmə aparılır və sinifin temperament tipinə görə xəritəsi çıxarılır. Eyni prosesi intellekt tipinə görə də eləmək olar. Govard-Garner'in intellekt tipi testinə görə də eləmək olar ki, şagirdlərdə hansı intellekt tipləri üstündür və onlarda hansı fənlərdən böyük uğur gözləmək vacibdir, potensialı üzə çıxarmaq vacibdir. Amma digərlərində onların o qədər də imkanları və qabiliyyətləri üstün deyil. Belə, temperament tipi haqqında fikirlərimiz bunlardan ibarətdir. Əlbəttə, çox danışmaq olar, saatlarla danışmaq olar, amma biz çalışacağıq bu çəkilişimizdə 3 fərdi xassiyyət haqqında məlumat verək. İkinci məsələ xarakterlə bağlıdır. Xarakter insanların özünün özünə, başqalarına, əməyə, təbiətə, fəaliyyətə, dünyaya olan münasibətini əks etdirən fərdi xüsusiyyətlər toplusudur, xassiyələr toplusudur. Xarakter və mənəviyyat arasında sıx əlaqə var. Çünki mənəviyyat əxlaqdan fərqli olaraq mənəviyyat daha çox fərdiliklə bağlıdır. Biz gələcəkdə bu şəxsiyyət haqqında bəhs eləyəndə əlbəttə bu məsələlər ayrılıqda toxunacağıq, amma onu burada qeyd eləmək yerinə düşər ki, mənəviyyat və xarakter bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Amma mənəviyyat daha çox sosial keyfiyyətlər qrupuna daxil olunur. Nə qədər də olsa, əlbəttə burada sosial şəraitin rolu var. Xarakter haqqında da fəlsəfə tarixində çoxsaylı sistematik olaraq təsnifatlaşdırmalar aparılıb, müxtəlif fikirlər irəli sürülüb, Teofas tərəfindən, Qal tərəfindən, Platon tərəfindən, onlardan əvvəl Platon tərəfindən insanın xarakter əlamətləri haqqında bir təsnifatlaşdırmalar aparılıb. Məsələn, Teofasın təsnifatında o mənfi keyfiyyətləri sıralayır, orada hiləgərlik, qərəzlilik, simiclik, düşmənçilik, bu kimi müxtəlif xarakter əlamətlərini səciyyələndirir ki, bax, bu kimi insanlar az olduqda belə ətraf mühitdə çox pis bir mühit formalaşır ətraf aləmdə. Yəni, nə qədər xarakterində mənfi keyfiyyətlər olanların sayı az olsa belə, onların yaşadığı mühitin ab-havası pozulur. Qalın təsnifatlarında da belə var, amma qal daha çox həm də müsbət keyfiyyətləri və mənfi keyfiyyətləri bərabər səciyyələndirir. Çox maraqlıdır ki, qalın təsnifatında o bir növ qavramanın da əlamətlərini səciyyələndirir. Məsələn, rənglərin qavranılması, ətrafdakı mühitdə olan bir sıra əşyaların, həm də formalarının qavranılması. Bax, burada da əslində xarakter əlamətinə aid olan bir şeylər var. Və burada biz artıq kognitiv üslubun izlərini görürük. Qalın fikirlərində biz hansı ki, 20-ci əsrin ortalarından sonra
öyrənildi, tədqiq olundu. Fərdi üslub haqqında məlumat olsa da, kognitiv üslub haqqında sorular, araşdırmalar aparıldı. Amma qalın təsnifatında biz bax, bunun izlərinə rast gəlirik ki, o insanların səmimiyyətini, sadəliyini, zəhmətkeşliyini, əməksevərliyini, ürək yumşaqlığını səciyyələndirir. Eyni zamanda onların dediyim kimi qavrama xüsusiyyətlərini bu qrupa daxil edir. Onun da təsnifatında mənfi xüsusiyyətlər var. Əlbəttə ki, bizim aramızda da belə insanlar az deyil. Və xarakterin ən məşhur, ən elmi əsaslarla bu məsələyə yanaşan tədqiqatçısı Lazurski olub. Psixologiya elmində ilk dəfə Lazurski tərəfindən xarakter əlamətləri qruplaşdırıldı. Çoxsaylı əlamətlər burada səciyyələndirir, yüzlərlə əlamətlər. Amma bunları 3 səviyyəyə böldü. Lazurskinin təsnifatında birinci səviyyədə duranlar yüksək səviyyəli insanlardır. Onlar yaradıcıdırlar, xoşxasiyyətdirlər, mülayimdirlər, fəaldılar və həmişə özünə, ətrafdakı insanlara, cəmiyyətə, deyək ki, vətəninə, belə deyək də, müsbət şeylər bağışlayır, bəxş edirlər. İnsanlara sevinç gətirirlər. Orta qrupda insanlar da, orta səviyyədə olan insanlar da belədir, amma onlarda müəyyən qədər egoizm daha üstündür. Onlar dediklərimlə yanaşı, eyni zamanda özlərinə də biraz daha çox mərkəzləşirlər. Amma aşağı tipli insanlar, bunlar qərəzli insanlardır, egoistdirlər, yalnız öz fərdiyyəti haqqında düşünürlər, fərdiyyətçidirlər bir sözlə. Yəni pul yığmaq, hakimiyyət əldə edib başqalarını istismar eləmək və s. belə xüsusiyyətlər bu insanlarda, aşağı səviyyədə olan insanlarda daha çoxdur. Bugün psixologiya elmində xarakter yenə də öyrənilir, bu məsələlər davam elətdirilir. Mən ümumiyyətlə xarakter haqqında danışarkən həmişə bunu düşünürəm ki, psixologiya elminin, pedaqogiya elminin burada ən böyük rolu, bəli, insanın xarakterində olan müsbət cəhətləri inkişaf elətdirməsi üçün mühit yaratmaqdır. Biz xarakteri dəyişə bilmərik. Sovet məktəbində bu xarakter tərbiyəsi anlayışı vardı. Əslində burada söhbət xarakterin dəyişməsindən getmir. Söhbət xarakterin müsbət tərəflərinin inkişaf elətdirilməsindən gedir və burada da mühitin çox böyük rolu var. Amma baxın, mühit əgər insana yaxşı olmaq üçün şərait yaratmırsa, daim onu əzirsə, onun tələbatlarını ödəmirsə, onun istəklərini həyata keçirməyə imkan vermirsə, əlbəttə ki, bu insanlarda mühitə qarşı da mənfi münasibət formalaşacaq və əlbəttə ki, kiçili, böyüklü münaqişələrin meydana çıxması burada qaçılmazdır. Və bu insanların, ümumiyyətlə insanların xarakter əlamətlərinin nəzərə alınması, onlarla münasibətləri tənzimləmək baxımından çox vacibdir. Biz bəzən çox həddindən artıq səmimi oluruq, həddindən artıq sadəlövh oluruq, qarşımızdakı insana çox güvənirik, inanırıq. Belə bir atalar sözü var, insanı danışığına görə qəbul edirlər, geyiminə görə qəbul edirlər, danışığına görə yola salarlar. Burada da müəyyən qədər xarakterin rolu var ki, insan danışdıqca özünün daxili aləmini, xarakterini daha çox üzə çıxardır. Bu mənada biz insanları, burada müəyyən qədər temperament tipinin də rolu var. Yəni bədən quruluşu, yerişi, konstitusiyaya görə, bədən dilinə görə insanları müəyyənləşdirmə. Amma hər halda xarakteri təyin etmək bir qədər çətin məsələdir. Bəzən illərlə biz yanımızda olan insanların xarakterini təyin eləməkdə çətinlik çəkirik. Hazırda bunun üçün konkret bir elm sahəsi deyil, belə deyək də, müəyyən bir yanaşmalar var, müəyyən bir tipləşdirmələr var, bir neçə aylıq kurslar var. Azərbaycanda da belə insanlar var, belə kurslarda gedib iştirak edirlər və bir neçə saniyə ərzində insanları tanımaq qabiliyyətini aşılamağa çalışırlar, şou proqramlar təşkil edirlər, orada bunları deyirlər. Amma psixologiya elmi sübut edir ki, insanları fərdi quruluşuna görə, fərdiyyətinə görə təhlil edib, qiymətləndirmək doğru deyil. Bir insan anadan doğularkən mənfi keyfiyyətlərlə, mənfi genetika ilə doğulubsa, bu onun günahı deyil. Amma insan öz mənfilikləri üzərində düşünür, onu islah eləməyə çalışır,
onun qarşılığına müsbət keyfiyyətləri önə çıxarmağa çalışır. Davranışdakı o sosial rollarında daim özünü yeniləyir, dəyişir, keyfiyyətlərini yaxşılaşdırırsa, bu insanlar daha dəyərli insanlardır. Yəni biz insan olaraq təbiətin, Tanrının bizə verdiyi ilə deyil, özümüz üçün yaratdıqlarımızla qürur duymalıyıq. Özümüzü kamilləşdirmək bacarığımızla qürur duymalıyıq. Yəni elm belə deyir, həyatda da belədir, reallıqda da belədir. Bir insan zəngin ailədə doğulub və onun bütün eybləri, qüsurları örtbasır olunur. Hər şey, onunla bağlı olan hər şey unikal, fenomenal, belə gözəl, qüsursuz formada cəmiyyətə təqdim olunur. Amma bir başqasının gözəl bir mənəviyyatı var, gözəl keyfiyyətləri var. Cəmiyyət onu elə bir vəziyyətə salır ki, ya əxlaqsızlıqla, ya oğurluqla, ya hansı bir cinayətlə məşğul olmaq məcburiyyətində qalır. Əlbəttə, biz onların bu əməllərinə haqq qazandırmırıq, amma dediyim odur ki, mühit, cəmiyyət, şərait bizim insanlar üçün yaratdığımız tərbiyə mühiti istər temperament tipi ilə bağlı, istər xarakterlə bağlı da çox saylı məsələləri həm inkişaf elətdirə bilər, həm də ləngidə bilər və mənfi nəticəyə gətirib çıxara bilər. Fərdi keyfiyyətlərin üçüncü birisi tərəfi qabiliyyətlərimizdir. Bizim qabiliyyətlərimiz iki böyük qrupa bölünür. Ümumi qabiliyyətlər, xüsusi qabiliyyətlər. Bəzən istər təhsil sistemində, istər də belə məişət şəraitində istedad və qabiliyyət anlayışları qarışdırılır. İstedad qabiliyyət deyil. Əgər eyni bir anlayış quruluşu, psixoloji quruluşa malik olsaydı, elə onların adı ya istedad olardı, ya qabiliyyət olardı. Amma gördüyünüz kimi, bunlar fərqli anlayışlarla səciyyələndirilir və psixologiya elmində də bunun izahı verilir. İstedad, yaradıcılığın, təxəyyülün, təfəkkürün, abstrakt təfəkkürün, məntiqi təfəkkürün ən yüksək, qeyri-standart səviyyəsidir. Yəni insan heç başqaları kimi düşünmür. Yüzlərlə insan, minlərlə insanın içərisindən ona elə bir fitri istedad və qabiliyyət verilib ki, bu qabiliyyət onun səsi, onun rəssamlıq qabiliyyəti, onun başqalarının daxili aləmini oxumaq qabiliyyəti, fenomenal insanlardır bunlar. Yəni görücülər, medyumlar və s. qrupa aid olan insanlar və yaxud da mühəndislik qabiliyyəti, riyazi qabiliyyəti, yəni o qədər yüksək səviyyətədir. Bu qabiliyyətlərin sərhəddindən kənara çıxır və o insan az bir müddətdə bir istedad kimi tanınır. Yəni istedadın üstünü örtbasdır eləmək çox zaman mümkün olmur. İstedad bir qızıl kimidir. Onu hara atsan, harada gizləsən, o daim orada parıldayacaq. Mən şərti olaraq belə deyirəm. Əlbəttə ki, istedadın özünün quruluşunun psixoloji izahı var. Azərbaycanda bu sahədə doktorluq işi ilə müdafiə olunubdur. Elmlər doktoru Elxan Bəyləroğlu tərəfindən belə bir dissertasiya müdafiə olunub, istedadların müəyyənləşdirilməsi üzərində. Kim istəsə maraqlansa tanış ola bilər. Dünyada da istedadın öyrənilməsi ilə bağlı çox saylı araşdırmalar aparılıbdır. Amma qabiliyyətlərə gəldikdə qabiliyyətlər daha çox insanları əhatə edir. Ümumi qabiliyyətlər bir çox xüsusi qabiliyyətlərin toplusudur. O qabiliyyətlər, müxtəlif ümumi qabiliyyətlər olan insanlar, deyək ki, təbii elmlər sahəsində və yaxud humanitar elmlər sahəsində, yaradıcılıq sahəsində, mühəndislik, kinestetik sahələrdə və s. başqa sahələrdə bir neçə sahələr üzrə qabiliyyətlərə malik olurlar. Ümumi səciyyələrin qabiliyyətlər nümayiş elətdirirlər. Xüsusi qabiliyyətlər isə konkret fənlər üzrə, konkret sahələr üzrə formalaşır, üzr istəyirəm, insanlarda olur genetik baxımdan və o getdikcə münbit şəraitə düşdükcə formalaşdırılır. Əgər bir insanda rəssamlıq qabiliyyəti yoxdursa, rəsmin müşahidə eləyəndə onda işıq və kölgəni, rənglər arasındakı bir eynilikləri və fərqləri, rənglərin kompleksini, ansamblını və o çanarların yaratdığı psixoloji təsirləri anlaya bilmirsə, onda o rəssamlıq qabiliyyətini inkişaf etdirmək çətin məsələdir.
Düzdür, bir sıra belə üstün şəkildə bəzi əlamətlər görünsə də, bəzi deyək ki, naturadan rəsmdir, müəyyən rəsmi janrlar var. Mən də o qədər dəqiq incəlini bilmirəm. İnkişaf eləmiş olsa da, amma bu insanlarda ümumilikdə bütün rəssamlıq duyumunun zəif olduğu halda rəssamlıq qabiliyyətlərini yaratmaq çox çətin məsələdir. Bu, deyək ki, incəsənətin digər sahələrinə də aiddir. Rəqqaslıqla məşğul olan insan. Əgər insanda kinestetik qabiliyyətlər yoxdursa, bədəni idarə eləmək, bədən əzələlərini, bağlar arasında bir yaratmaq, yəni müvazinət, koordinasiya qabiliyyətlərini nizamlamaq, bunlar yoxdursa, əlbəttə ki, insanın rəqs eləmək, müxtəlif idman oyunlarını yerinə yetirmək, idman qaydalarını gözləmək, bu sahələrdə təbii ki, onun problemlər olacaq. İdman sahəsində də bu var, aiddir. Bütün bu qabiliyyətlər bizim təfəkkürümüzdə, idrak sahəmizdə, bütövlükdə intellektimizin quruluşunda öz əksini tapıb və bu barədə mən bayaq da qeyd elədim. Howard Gardnerin intellekt tipi nəzəriyyəsindən çıxış edən, o nəzəriyyədən yaranan bir test var. İntellektin tipləşdirilmiş tipləri üzərində. İstəsəniz internet səhifələrində rus və ingilis dillərində onların müxtəlif variantları, həm uşaq və yeniyetmələr üçün, həm də böyüklər üçün orada görə bilərsiniz. Və özünüzü də testləşdirə bilərsiniz. Orada əsasən 8 və yaxud da 9 intellekt tipindən söhbət gedir ki, sizin riyazi məntiqi, lingvistik, vizual məkan, musiqili, sosial, şəxsiyyət daxili, şəxsiyyətlər arası, natural, yaradıcı, hansı qabiliyyətə malik olduğunuz, bax, intellekt tipində orada öz əksini tapacaq və siz özünüzü orada kəşf edə bilərsiniz ki, hansı sahədə daha çox uğur qazana bilərsiniz. Sadaladığım bu xassələr, bəli, bizim fərdi genetik quruluşumuzdan formalaşan, fərdi genimizdə toplanmış, əcdadlarımızdan daşınmış informasiyalar, enerji informasiyalarından gətirilən xassələrdir ki, biz bu xassələr üzərində formalaşırıq, inkişaf edirik, fərdiyyətimiz və şəxsiyyətimiz əmələ gəlir və biz bu imkanlarla cəmiyyətdə təhsil alırıq, fəaliyyət göstəririk. Əgər genetikasında insanlara qarşı qayğı, sevgi, insanpərvərlik, onlara bir dəstək olmaq, kömək eləmək xüsusiyyətləri varsa, bu insanların hansı qabiliyyətli olmasından asılı olmayaraq ətraf mühitdə qəbul olunurlar, sevilirlər, dəstəklənirlər. Əvvəllər bizdə təhsil sistemində daha çox bioloji intellektin nəticələrinə üstünlük verilirdi. Bioloji intellekt bizim genetik intellektimizdir, əsas intellekt sayılır. Və bu sahədə də daha çox riyaziyyat üzrə, ədəbiyyat üzrə, yəni danışıq qabiliyyəti, lingvistik tip və riyazi məntiqi tip üzrə üstünlüyü olan şagirdlər məktəbdə daha çox uğur qazanırdılar. Amma digər intellekt tiplərinə malik olan insanlar, digər fənlər üzrə qabiliyyətləri olan insanlar müəyyən qədər kölgədə qalırdılar. Bugün də müəyyən qədər belədir. Bildiyimiz qədər hələ də ibtidai siniflərdə sinif müəllimləri dərslərin çatdıra bilməmək səbəbilə, bəhanə gətirərək və yaxud da bilərəkdən, bilməyərəkdən uşaqlara incəsənət dərslərini, idman dərslərini, musiqi dərslərini, yəni bu dərsləri təxirə salırlar və əsasən həmin dərslərdə riyaziyyatla və ana dili fənləri məşğul olurlar. Amma onlar unudurlar ki, sinifdəki şagirdlərin heç də hamısı o tipli intellekt tipinə malik deyirlər və digər yaradıcı tipi olan, naturalist tipli, musiqili tipli, kinestetik tipli şagirdlər üçün də inkişaf eləmək üçün imkan yaradılmalıdır ki, bu insanlar özlərində olan müsbət keyfiyyətlərini inkişaf elətdirsinlər, sinif, məktəb onları da sevsin, qəbul eləsin, dəyərləndirsin ki, bax, bu insanda da bu qabiliyyətlər var, bu qabiliyyətlər yaxşıdır. Yəni, insanda xarakter əlamətlərinin yaxşı inkişaf eləməsi üçün, daha yaxşıların formalaşması üçün biz insanlara öz fərdiyyətini inkişaf elətdirməyə imkan şərait yaratmalıyıq. Lev Vygotskyinin belə bir fikri var. Deyir, tərbiyədə
çox şeylər eləmək olar, amma tərbiyəni ruhun polisinə çevirmək olmaz. Əgər bu çox gözəl bir fikirdir. Əgər biz tərbiyədə, evdə, ailədə valideyn olaraq məktəbdə, uşaq bağçasında tərbiyəçi, məktəbdə müəllim olaraq şagirdləri üçün bir polisə çevriliriksə, onda əlbəttə biz ondan yaxşı şeylər gözləyə bilmərik. Amma bütövlükdə tərbiyə işini öz başına buraxaraq, bugün məsələn məktəblərə tətbiq olunan cərimələr, müəllimlərə tətbiq olunan cərimələr xoş gələcəkdən xəbər vermir. Bu sahədə çox ciddi səhvlər, yanlışlıqlar baş verir ki, biz gələcəkdə məktəbimizdə daha böyük faciələrin baş verməsinin şahidi ola bilərik. Bütün bu məsələlər balanslaşdırılmalıdır. Bütün bu məsələlər nəzarətdə saxlanmalıdır. Tarix boyu insan yarandığı gündən həmişə tərbiyə olunur. Amma tərbiyə işinə psixoloji aspektdə yanaşmaq, psixoloji biliklərdən yararlanaraq yanaşmaq daha yaxşı nəticələr verilir. Çox şükürlər olsun ki, bugün psixologiya elmində bu sahədə yetərincə faktlar var. Hər bir valideyn və hər bir pedaqoq, hər bir idarə edən məmur da bütün bu amilləri nəzərə alaraq istər uşaq bağçalarında, istər məktəblərdə, istər də ali məktəblərdə tərbiyə sisteminin necə qurulmalı olduğunu dəqiqləşdirməlidirlər və insanlara, həm bioloji intellekt üstün olan insanlara, həm də sosial intellekti və emosional intellekti üstün olan insanlara əlverişli şərait yaratmalıdır. Belə olarsa biz bir-birimizi daha yaxşı qəbul edərik, daha yaxşı anlayarıq, başa düşərik və bizim həyatımız da asan keçər. Çünki hər bir insanın qəbul olunmaq, sevilmək, təhlükəsizliyini qorunmaq, istər mənəvi, istər fiziki cəhətdən qorunmaq haqqı var. Bu haqlar İnsan Haqları Konvensiyasında, Uşaq Haqları Konvensiyasında, ölkəmizin konstitusiyasında, təhsil qanununda, yəni digər mühüm sənədlərdə də təsbit olunur ki, hər bir insanın özünü inkişaf etdirmək, təhsil almaq, müdafiə olunmaq, sevilmək, məmnunluq hissi yaşamaq haqqı var. Hər birinizə məmnunluq hissi ilə dolu olan bir həyat arzulayıram. Sağ olun, gələn görüşə qədər.